Aktrisa Xədicə Novruzlu, Xədicə Sahib qızı Novruzlu 23 iyun 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və Kino Aktyoru fakültəsinin 1-ci kursuna daxil olub və universiteti müvəffəqiyyətlə bitirib. 2000-ci ildə hələ 5 yaşında ikən Akademik Milli Dram Teatrında Elçinin Mənim Ərim Dəlidir tamaşasında ilk qonşu qız rolu ilə səhnəyə çıxmışdır. Sonradan bir çox rollarla Akademik Milli Dram Teatrının səhnəsində tamaşaçıların rəğbətini qazanıb. 2002-2011-ci illərdə Lider telekanalında hazırlanmış Dan Ulduzu yarışmasının aparıcısı olub. Bu illər ərzində 2 filmdə də rol alıb. Akademik Milli Dram Teatrında səhnəyə qoyulmuş Xəcalət tamaşası ilə Gürcüstanda, Serbiyada, Moldovada qastrol səfərlərində olub. 2012-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təsis etdiyi ilin ən gənc aktrisası adına 2015-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə gənclər üçün Prezident mükafatına layiq görülüb. 2016-cı ildən Akademik Milli Dram Teatrının aktyor truppasında çalışır. Xədicə Novruzlu bir çox tamaşalarda maraqlı obrazlar yaradıb. Aktrisa Xədicə Novruzlu Azərbaycan aktyoru və rejissoru, əməkdar mədəniyyət işçisi Məmməd Kəmal Kazımovun nəvəsidir.